Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Nizami Gəncəvinin İskəndarnamə əsərinin, Şərəfnamə hissəsinin dərslikdə olmayan hissəsini təhlil edirik bu gün. Gəlin başlayaq İskəndərin təlim almasından. Tarixin yığılmış tumarlığından keçmişi belə nəql edir bir dehqan. Baxın, İskəndərin təlim alması hissəsini bizə kim danışır? Dehqan. Dehqan da tarixdən bildiyiniz kimi kəndlidir. Elə ki Feyləquz təzə gəlin tək vurdu bu dünyanın mülkünə bəzək. Ağıllı övladla ata fəxr edər, çünki mübarəkdir seçilmiş gövhər. Dünyada ataya var mıdır gerçək, ağıllı oğuldan başqa bir istək. Oturtdu öyrənsin ədəblə hünər, günəş eylər daşı qiymətli gövhər. Niqumaş alimdi, biliklə dolu, alimin oğluydu, həkim Ərəstu. Deməli, İskəndərin müəllimi Niqumaşdır. O da dövrün salib seçilən alimlərindən biri və yaxud da birincisidir. Və Niqumaşın oğlunun adı da Ərəstundur. Feyləquz öz oğluna təbii ki fəxr edir. Təlim işlərində çox çəkdi əmək, hikmət öyrətdi ona sevərək. Şahanə tərbiyə, hünər, nəzakət, ağla nur verir, ürəyə qüvvət. Hər əqlə sığışan hünər birlikdən bir məna çıxarır mənanı bilən. Ulduzları bəzəyən kimi göyləri, bəzədi pak olan yeni gövhəri. Çatdırdı onu hər gizlin biliyə, hansı bir gənc almış belə tərbiyə. Deməli, Niqumaş əlini daşın altına qoyub. Nədir deyir, hər gizlin biliyi İskəndərə öyrətməyə çalışıb və İskəndər kimi belə bir gənc kimi, yəni İskəndər kimi belə bir tərbiyə alan şəxs yox idi, gənc yox idi. Yəni o qədər yüksək dərəcədə təhsil almışdı, elmə, biliyə yiyələnmişdi. Şəhzadə illərlə çox çalışdı, çox. Qulağı elm aldı, başqa heç nə yox. Öz ağlı zəkası olunca rəhbər, tapırdı ən incə mənalı sözlər. Hər incə mənanı edərkən bəyan, sözləri su kimi olurdu rəvan. Həm dərsi Ərəstu bir qardaş deyə, ürəkdən bağlı idi bu şəhzadiyə. Ərəstu aldıqca biliyi atadan, ona öyrədirdi hər an, hər zaman. Baxın dostlar, diqqət edirik nəyə? Deməli, Ərəstu ilə İskəndər bir yerdə təhsil alır, həm dərsdilər və bir-birinə qardaş kimi bağlıdırlar. Ərəstu ona ürəkdən bağlıdır. Üstə gəldi Ərəstu atasından öyrəndiklərində təzədən İskəndərə öyrədir. İskəndər bir də Niqumaşdan öyrənir. Yəni İskəndərə iki yerdən axın var. Elm axını, bilik axını. Yəqindir bilikli həkim ustadə, tacdar olacaq bir gün şəhzadə. Deyir, bilikli həkim, yəni bu Niqumaşa bəlli idi ki, İskəndər bir gün şəhzadə olacaq. O da uzaq görən adam imiş. Onun təliminə verdi çox diqqət, kişini şad edər, qorunsa sərvət. Bəxtini oxudu parlaq alnından, verdi oğluna da ondan bir ünvan. Baxın, deməli, diqqət edirsiniz nəyə? Bəxtini oxudu parlaq alnından, verdi oğluna da ondan bir ünvan. Bax, burada izah və şərhlər bölməsinə. Həmin beytin izahını verib, yəni Niqumaş İskəndərin taleyini təyin edərkən öz oğlu Ərəsturun da onun adına bağladı. Bu beyt verəndə beytin izahı kimi bunu qeyd etməlisiniz. Daha sonra, talih xidmətində duran zamanda, söz qaşı möhrünə vuran zamanda oğlunu tapşırdı gənc şəhzadə, yəni ikinin də açılışı buradadır. Yəni ulduzlar xoşbəxtlik göstərən vəziyyət olduqları bir gündə o Ərəstunu İskəndərə tapşırdı. Ant verdi, söz aldı, peyman ver deyə, məktəbdən meydana sənət sürərkən, şahanə başını göydə görərkən, başını əyərkən köhnə dünyanın, hər səmtə gedərkən hökmün fərmanın, hər səmtə gedərkən hökmün fərmanın, taxtını tacınla məsud edərsən, xərac göndərərlər 7 kişvərdən, dünyaya şöfqətlə verərsən fərman, padişah olursan uzun bir zaman. Bu dərsi, təlimi tut xatirində, qızıla, gümüşə, çox olma bəndə. Deməli, Niqumaş uzaq görən qardaşımız, Vanqamız bizə İskəndərə deyir ki, gün gələcəksən,
7 ölkədən sənə xərrac göndərəcəklər. Köhnə dünyanı artıq sən çevirəsən, yeni dünya düzəni yaradasan və bu proseslər baş verən zaman bu dərsi, bu təlimi yadından çıxarma ki, qızıl və gümüşdən aludəçisi olma, çox ona bənd olma və qızıla gümüşə çox bənd olma deyən şərəfnamə hissəsində də kim idi? Bərdənin qadın hakimi Nüşabə. O da qızıl və gümüşlə bağlı İskəndərə dərs vermişdi. O zaman oğlumdan götürmə nəzər, haqqıma sözümə bir hörmət göstər. Onunla et çətin işdə məşvərət, qılıncından kəskindir gözəl məsləhət. Baxın, burada Niqumaş həmçinin öz oğlunu da İskəndərlə paraleldə aparır. Yəni İskəndərə deyir ki, mənim oğlumun da möhkəm yapış, deyir, hə, qılınc kəskindir, ola bilər, amma qılıncdan da kəskin bir şey varsa o da nədir? Məsləhət. Deyir, çalışır ondan paralel bir yerdə davam edeyim. Səndə dövlət vardı, onda da hünər, hünərlə dövlət bir çəkiyə girər. Demək, səndə dövlət vardı, yəni İskəndərdə dövlət var, hünər kimdədir? Ərəstunda, hünərlə dövlət də elə bir çəkiyə girər. Bunda diqqət edin. Şəhzadə söz verdi öz ustadına, İskəndər söz verir, hər əmrin qəbuldur söylədi ona. Taxtımla, tacımla olsam padişah, Ərəstu vəzirim olacaq billah. Bu da İskəndər də andaman edir ki, qaqa, valla mən padişah olsam, Ərəstunu özümə vəzir elan edəcəm. Ustadı bilirdi bir gün bu uşaq dünya şahlarına fərman yazacaq. Ustadı oğlu da alim bir kəsdir. Ustadın oğlu da alim bir kəsdir. Onunla həm yaşıd, həm də dərsdir. Həm yaşıd, həm dərs demək İskəndərlə Ərəstu eyni yaşıd imiş. Şəhzadə daim ona mehriban, o da şəhzadədən ayrılmaz bir an. Ərəstu razılıq verməzsə işə, İskəndər bir quş da taxmazdı şişə. Baxın, desə ki, İskəndər bir quş da taxmazdı şişə, kimdən məsləhət almamış, kimdən danışmamış, biz bunu Ərəstuya aid olan fikir kimi götürə bilərik. Çünki olar ki, bunu misal üçün aid eləyərlər testlərdə sizin üçün Niqumaş amma deyil, Ərəstuya aid olan fikirdir. O tədbir vermədən tutmazdı bir iş, hər işdə alardı ondan göstəriş. Feyləqus dünyanı tərk etdi daha, taxtını tapşırdı gənc padişaha. İskəndərin papası, atası əbədi gözlərini yumdu və İskəndər görək neynir padişah olandan sonra. O dövrdə deməli padişah olana qədər şəhzadə idi, artıq padişah olur. Gəlin də baxaq İskəndərin taxta çıxması. Elə ki Rum şahı taxta oturdu, dünyaya mum kimi bir naxış vurdu. Bütün ölkələrə ədli səs saldı, Rum taxtı onunla yeni rəng aldı. Deməli, atasının dövründə də hər şey yaxşı idi, amma İskəndərin gəlişindən Rum taxtı daha da bir gözəlləşdi, yeni rəng aldı. Atadan gördüyü rəsmi ayini seçərək saxladı bəyəndiyini. Rəsmi ayinlərini seçərək bəzilərini saxlayıb bəyəndiklərini, köhnə adətləri möhkəm saxladı, keçmiş qanunları bərk qucaqladı. Daraya verirdi xərrac yenə, ölkədə hakimdir köhnə ənənə. Feyləqus əmrində olan hər diyar onun da əmrinə boyun qoydular. Deməli, Dariya yenə də xərrac verir, o qanunu saxlayıbdır və üstəgəldə Feyləqusun əmrində olan ərazilər yenə İskəndərə də tabedir. Dostluqda atadan daha da mətin, düşmənin məhfində qılıncı kəskin. İgidlər qorxardı güclüdür deyə, onunla girməzdi bir tərəziyə. Onda ki qolunun gücün yoxlardı, aslanın qulağına düyün vurardı. Burada şişir eləyib ki, qolun gücü o qədər güclüydü ki, aslanın qulağının dibindən bir dənə şapalaq vuranda aslan yoxa çıxırdı. Hər mərdə igidə o üstün gəldi, insanın fikrinə sığmayan qədər. Hamiyə yaxşılıq etdi İskəndər, neyinib, hamiyə yaxşılıq eləyib mənim kimi. Kimsənin qəlbini o incitməzdi, təvazökar İskəndər. Ədalət xəttindən uzaq getməzdi. Bütün tacirlərdən neynədir? Tacirlərdən bac almadı. Ölkədə kimsədən xərrac almadı. Dehqan vergisi neynədir? Çəkdi qələm. Dehqan vergisinə qələm çəkib. Sərmayəsizlərdən dirham almadı. Zər saçdı hər yeri abad edərək, qırdı tikanları, əkdi gül çiçək.
Əlinə keçirdi bütün dünyanı, ətri tutdu Misri, Həbişistanı. Ədli səxavəti cahanı sardı, hər kəs Rum mülkünə həsəd apardı. Ərəstu vəzirdi uca dərgaha, hər yaxşı yamandan məhrəmdi şaha. Tökdü İskəndərə hər işdə tədbir, az zaman keçmədən oldu zahir. Deməli, Ərəstunla İskəndər ilə Niqumaşa verdiyi sözü yerinə tutur və Ərəstunla bir yerdə idarə edir və ondan məsləhət alır. İndi baxırıq burada nəyə? Zənci qoşunun gəlməsindən İskəndərin xəbərdar olması. Elə ki, fələyin çırağı səhər, dünyanın nuru ilə etdi münəvvər. Günəş əlvan şəfəq saçdı hər yana, gəlin təy oturdu qızıl taxtına. İskəndər qədimki ayində durdu, eyvanda şöfkətli bir məclis qurdu. Bir nur çeşməsi idi, oturmuş düşən, aman səsi gəldi uzaq ellərdən. Məclisdə padişaha etdilər məlum, amana gəlmişdir bir yığın məzlum. Deməli, İskəndər bir məclis qurub, əyləşib, öz əhval ruhiyyəsi yaxşı və bir neçə adam kömək, imdad dili ilə gəlirlər İskəndərə və İskəndərə bunu gəlib deyirlər ki, bir şəxslər gəlib, bir qism insan gəlib və səndən kömək istəyirlər, aman istəyirlər. Kömək istəyirlər Rum sultanından, deyirlər Misrə çox dar oldu cahan. Zəncilər axınla gəlmiş bu səfər, dolaşmaq çətindir, tutmayır çöllər. Ordularla dolmuş bu böyük cahan, çöllərdə hakimdir, qorxu həyəcan. Deməli, neyniyib? Misrə cahan dar olubdur, zəncilər gəlibdir və çöllərə də, belə hətta çöllərə də, insanlara da qorxu hakimdir. Hamısı çöllüdür, qatıradan qara, çöllərin otu da çatmaz onlara. Köməyə çatmazsa böyük tacıdar, qarətə gedəcək o zəngin diyar. Bu haqsız axından pərakəndəyi, şah, fərman sizindir, bizlər bəndəyik. O dinin pənahı adil hökümdar bildi ki, Zəncidə hədsiz qoşun var. O hədsiz ordudan qorxdu hökümran, qorxusuz olurmu ağıllı insan? Baxın, İskəndərə bu məzlumlar deyirlər vəziyyəti. İskəndər başa düşür ki, bu Zəncidə qoşun hədsizdir. Və neyniyir? Qorxuya düşür. Bəli, Zəncinin hədsiz qoşun olduğunu başa düşüb, qorxuya düşür. İskəndər ola bilər mərd obrazlı, amma qorxuya düşür. O da adi bir insandır və burada da deyir ki, elə qorxusuz olmaz ağıllı insan. Elə ağıllı insanın xüsusiyyəti odur ki, qorxusuz olsun. Və bu zaman neynir? Baxın, zəncilərin qoşununu, zəncilərlə müharibəyə çıxıb-çıxmamaq məsələsində görün kimdən alır məsləhəti. İskəndər vəziri dəvət etdi. Onunla ətraflı məsləhət etdi. Ağıllı, bilikli, hünərli vəzir müzəffər olmağa tökdü bir tədbir. Belə əjdahanı məhv etmək şandır. Zəfərlər yaratsa ordunun əli, daha möhkəm olur şahlıq təməli. Misirdə zənci də olur sənə ram, mərdliklə alarsan yenilməz bir nam. Baxın, bu zaman, baxın, zənci qoşunla döyüşüb-döyüşməmək məsələsində İskəndər məsləhət alır vəzirdən. Vəzirə deyir ki, neyniyək, necə eləyə bilərik? Və Ərəstu bir növ qaza gətirir İskəndər ki, qardaş, bu sənin üçün bəxtli, şanslı ola bilər. Qoşun sayısı çoxdur, amma sən bir şansını yoxla. Çünki sən qalib gəlsən, həm Misir sənə taib olacaq, həm də zəncilər, həm də namın yayılacaq. Qurtlar Vadisi, elə bir pusu çəkirik burada. Aha. Ölkədən silinsə azğın düşmənlər, xainlər kör olar, dostların gülər. Rəhbərin əmri ilə o gənc hökmran bayrağı ucaltdı Makedoniyadan. Deməli, İskəndər Ərəstu ilə danışdı, ağlına batdı və bayrağı ucaldır Makedoniyadan. Topladı süngülü, qılınclı əskər, qılınc şəfəq atdı buluda qədər. Dənizdən quruya çıxınca ordu, demək dənizdən quruya çıxartdı ordunu nə vaxt zəncilərlə döyüşə çıxanda. Tərpəndi bir daha Misirdə durdu. Padişah əmr etdi Nil sahilindən keçərək çöllərdə tutsunlar məskən. Nəyə gəldilər? Nil sahilindən keçib çöllərdə məskən tutdular. Yedəkli at ilə axsın meydana, döyüşdə verməsin aman düşmana. İgidlər düzüldü, yola hər nə var, zəncinin kininə bel bağladılar. O coşqun ordunu görüncə zənci gözündə qaraldı dünya sevinci. Demək, neyniyib? Zənci belə İskəndərin ordusunu görəndə o da
qorxuya düşür, vahimələnir və dünya gözündə qaralır. Döyüşə başlarkən hər iki əsgər divləri sarsıtdı uzadan səslər. Elə yerdə idi bu döyüş inan, qubar gətirirdi adam yanğından. Kükürdün tozu tək qupquru çöllər, cəhənnəm kimi idi, yanırdı ciyər. Baxın, kükürdün tozu tək qupquru çöllər, cəhənnəm kimi idi, yanırdı ciyər. Bu hansı ərazidir? Bu o ərazidir ki, İskəndərlə zəncilərin döyüşdüyü məkan. Bunu yadınızda saxlayın. Sərin su yox idi ağudan başqa, bir də günəşdəki yanğıdan başqa. Baxırdı əjdaha kimi hər mağar, o yerdə hər fitnə asmışdı bazar. Bu da yenə zənci qoşunundan İskəndərin döyüşdüyü məkan. Oradakı yaşayır qulyabanılar, yaşayıb hər yerə soxulur onlar. Ləl yeri öküzü udduğu zaman pusqudan sıçradı qapqara aslan. Baxın, ləl yeri öküzün udduğu zaman pusqudan sıçradı qapqara aslan. Burada da yenə izahını verib. Dini rəvayətə görə yer cav mahinin, o da suyun üzərində durur. Günəş də gedib həmən suda batır. Yəni gövhərə bənzəyən günəş cav mahini uddu. Nəticədə qaranlıq düşdü və yaxud da gecə düşdü. Gecənin zülməti dünyanı sardı, aslanın dişi tək ulduz ağardı. Gecənin göbəyi yayırdı ətir, işıqdan dünyaya açmışdı çətir. Düşməni tanıyan növbətçi əskər yollara çıxaraq keşik çəkdilər. Ulduzlar yer-yerdən doğmuşdu parlaq, xalq oldu zəhmətdən, kədərdən uzaq. Və sonluq belə nəticələnir ki, İskəndər zəncilərə qalib gəlir. Əsərin tam versiyası verilməyib, sizə bura qədər bəsdir. Sonra keçirik nəyə? Daranın İskəndərlə müharibəyə qoşun çıxarması. Məzlumlar axaraq gəldi hər yandan, dedilər coşqun sel qoparır tufan. Daranın ordusu edərkən səfər, polad geyimlərdən qaraldı yerlər. Bir casus söylədi, düşmən sərxoşdu, durduğu yerlərdə qafil olmuşdu. İskəndər bir basqın etsə qəflətən, bir anda çıxarar onu mülkündən. İskəndər gülərək söylədi cavab, gizlində qalmağı sevməz afitab. Yararmı döyüşdə böyük İskəndər, adi quldur kimi qazansın zəfər. Uca Şəhriyarın mətin sözləri inandırdı buna hər bir əskəri. Deməli, casus gəlir İskəndərə deyir ki, Dara sərxoşdur, istəsəm bəs onun üzərinə hücum eləyib, onu məğlub eləyə bilərik. Amma İskəndər deyir ki, adi quldur kimi mən zəfər qazanmaq istəmirəm. Özünü qürurlu bir obraz olaraq göstərir burada İskəndər və həqiqətən də qürurludur bu hissədə və bunu da əskərlərinə inandırır. Get-gedə böyüdü bu qızğın xəbər, ölkəyə yaxındır o qorxunc əjdər. İskəndər bildi ki, o bir bulud tək, gələcək qılıncı saçacaq şimşək. Bütün ölkələrə göndərdi xəbər, durmadan dərgaha yığılsın əskər. Deməli, bilirdi ki, İskəndər Daranın qoşunun gələcək onun üstünə. Ona görə bütün ölkələrə xəbər göndərir. Baxın, Rumdan, Əfrəncədən, Misirdən, Rusdan əskər istəyir. Dərgaha deyir ki, yığılsın, gəlsin əskərlər. Bir ordu bəzədi gəlindən rəqsan, ordu toplanınca uca İskəndər əmr etdi sayından verilsin xəbər. Dedilər ki, bu gələn əskərin sayın hesabını bilin görək nə qədərdir. Sayçılar məlumat verdi padşaha, 600 min əskər gəlmiş dərgaha. Nə qədər əskər gəlib? 600 min əskər. Hardan? Rumdan, Əfrəncədən, Misirdən və Rusdan. Hər yanına yığışıb gəlincə ordu çalğısız, içkisiz bir məclis qurdu. Neyniyib? Baxın, Dara ilə döyüşə gedəndə çalğısız, içkisiz bir məclis qurub. Aqillər yığılıb uca dərgaha, aqillər, ağıllı adamlar yığılır dərgaha. Verdilər diqqətlə qulaq padşaha. İskəndər söz açdı. Bütün işlərdən, Daranın açdığı o döyüşlərdən şübhə yox, dedi. O adlı tacıdar bizimlə döyüşməyə vermişdi qərar. Hərb üçün, sülh üçün fikriniz nədir? Düşmən çox yaxındır, göstərin tədbir. Deməli, baxın, zəncirlərlə döyüşdə İskəndər fikir məsləhət alır tək. Nigumaş nə idi? Əslində, Nigumaş onda ölmüşdü. Ərəssudan məsləhət alır. Zəncilərlə döyüş zamanı bütün aqilləri başına yığır və onlardan məsləhət alır.
Şübhə yox dedi adlı tacdar. Hə, bizimlə döyüşə girmişdi qərar. Aha, İskəndər burada demək istəyirdi ki, deyir, yəni dar onsuz bizim üstümüzə gələcək. Buna heç bir şübhə yoxdur. Siz nə məsləhət görürsüz? Sülh eləyək, yoxsa müharibə eləyək? Və üstəgəl də öz fikirlərini indi ifadə eləyəcək. Deyir, düşmən çox yaxındır, göstərin tədbir. Çıxmasa bu kəskin qılınc qınından bizə kişi deməz bir nəfər insan. Taxt alarsam da qoca daradan, zalım adlanaram bununla mən. Qıymaram çıxsın öz mülkündən dara, yamanlıq etmərəm mən kəyanlara. İskəndər yəni bir tərəfdən deyir ki, mən qılıncı qınımdan çıxarmasam, mənə kişi deməzdi. Bir tərəfdən də deyir ki, mən daradan taxt alsam, zalım adlanacam. İstəmirəm də dara öz mülkündən çıxsın, yamanlıq etmək istəmir. Niyə? Çünki dara kəyan adətindən idi. O da kəyan adətinə hörmət göstərirdi, hörmət bəsləyirdi. Çünki qorxuram bu əməlim bugün düşməni çıxarsın bizlərə üstün. Bu yolda düzgün bir tədbir göstərin, sonunda işimiz olmasın çətin. Bu beyindəki təzadı, fikir ayrılığını İskəndər aqillərə deyir və onlardan yenə məsləhət istəyir. Düşünüb söyləyin sağlam bir fikir, bu döyüş haqqında fikriniz nədir? Bilikli, şuurlu, ayıq, hünərvər, başçılar diqqətlə çox dinlədilər. Hörmətlə hamısı dil tökdü ona, padşahlar etdilər çox dua sana. Uğurlar doğsun bu yaşıl ağaca, kökləri möhkəmdir, adısı uca. Taxtınla, tacınla dünya qurulsun, qapında düşmənin başı tac olsun. Doğrudur, tamamən şah buyuranlar, bir də biz onları edəkmi təkrar. Aqillər bir növ deyir ki, sən hər bir şeyi əslində açıqladın, bizim təzədən bunu təkrar eləməyimizə ehtiyac yoxdur. Əmrindən dönmərik, sözün fərmandır, padşah yolunda canlar qurban deyirsən, nə desən odur, bratva. Sözləri bununla bitirdi, ancaq sən bu qan tökməyə qoyma ilk ayaq. Baxın, aqillər razılaşırlar, deyirlər, okey, İskəndər, sən nə desən, biz o yolda başımızı qoymağa hazırıq, amma qan tökməyə sən ilk başlama. Qoy, düşmən ilk addımı atsın. Qurtlar Vadisinə baxanlar bilər, orada da bax, Çakır, ümumiyyətlə vadi hissəsində də Çakırla kim idi savaşan yadımdan çıxdı, adı indi. Orada da Çakır gözləyirdi ki, birinci qarşı tərəf addım atsın ki, günahkar çıxmasın. Gəlin başlayaq, davam eləyək. Başlayaq nə idi? Davam eləyək. Aha. Kəyan sözləri bununla bitirdi. Ancaq sən bu qan tökməyə qoyma ilk ayaq, kəyan taxtına göstərsən hörmət, öncə qan tökməyə gəl etmə cürət. Hamının fikrini şaha öyrənərək bildi sərkərdələr edəcək kömək. Artıq İskəndər başa düşür ki, sərkərdələr də onun yanında da kömək edəcək 100%. Doğrular sözünü tutaraq getdi, ordu yetirməyi o gün əmr etdi. Tərpəndi əjdaha heybət əskərlər, başında əjdaha Peykər İskəndər. Ya Allah, indi getdik Daranın İskəndərlə müharibəsi hissəsindən. Çin şahı səhərə nəfəs verərkən ulduzu günəşə dəydi ədən. Bu da yenə burada açılış var. Səhərin açılmasından söhbət gedir. Yəni günəş aldı, bəli. Burada da deyir, yəni səhər açılıb günəş çıxınca ədin dənizinə bənzəyən göy ulduzları verib onun əvəzinə günəşi aldı. Daha sonra getdik. Başlayaq. Toqquşma yerinə yetişdi ordu, qaf kimi düz iki pərcarda durdu. Yollara töküldü dəmirdən tikan da yenə beytin izahı var aşağıda. Dəvələrdən, atlardan qorunmaq üçün dəmirdən tikan töküldülər o vaxt. Şeypurlar coşduqca qopdu həyəcan, üz-üzə gəlirdi hər iki ordu, nə ürəkdə dinclik, nə gözdə uyğu. Hər iki tərəfdə ordu qaynaşır, qaynaşma ayağa ələ dolaşır. Üz-üzə durdular döyüş yerində, döyüşə cəsarət yox heç birində. Deməli İskəndər qoşunu ilə Daran qoşunu üz-üzə gəliblər və əslində heç kimdə cəsarət yoxdur döyüşə başlamağa. Hamı düşünür ki, bəlkə sülh olsun, qılınclar qanında sakit otursun. Meydanı bürüdü qanlı vur-havur, döyüşdə igidlər getdikcə coşur. Sanki bir məşərdir, yer göy dağılır, nəfəslər göydə bir buluddur güya, qılınc şöləsindən yanırdı dünya. Qılınclar oynadırdı torpaqla, qanla, havanın dimağı dolurdu canla. İran tacizləri səhərdən durdu, sazladı mükəmməl
ordu. Baxın, deməli burada İsgəndərnamədə real döyüş səhnələrinə yer verilib. Biz bunu öyrənmiş oluruq. İndi diqqət eləyin nəyə? İran tacirləri kimdir? Dara. Görək, Dara ordunu necə qurubdur. İran tacirləri səhərdən durdu. Sazladı olduqca mükəmməl ordu. Öncə sağ qanada bəzəklər saçdı. Əjdaha qılınclar ağzını açdı. Sonra da sol qolunu nizama saldı. Cəhbəyə poladdan bir dağ ucaldı. O yanda, bax bu cəhbəyə poladdan bir dağ ucaldı. Kim elədi bunu? Dara. O yanda Rum şahı qurdu ordunu. Kim? İskəndər qurdu. Sanki bal arısı şan etdi mumu. Silah istəyənə payladı silah. Baxın, burada bu fikir sırf İskəndərə aiddir. Çünki İskəndər mərhəmətlidir, axı Dara indi zülmkardır. Bax, silah istəyənə kim silah paylayar? Təbii ki, İskəndər paylayardı. Bunu o açar sözdən yadınızda saxlayın. Kömək istəyənə payladı pəna, sağ solu bəzədi qılınc və qalxan, necə ki canlanır çəmən buluddan. Dağı tək möhkəmləndi önündə arxanı, dağ tək möhkəmlətdi önü arxanı, göydə səyyarə tək qurdu meydanı. Coşduqca fillərin sərxoş nərəsi, tıxanda ərlərin kəsdiyi nəfəsi. Demək, bu döyüşdə nədən də istifadə edilib? Fillərdən də. Ordu mərkəzində Daranın qəlbi darıldı bir aslan ürəyi kimi. Rumların qədərsiz töküldü qanı, torpağa sərildi min pəhləvanı. Bu yanda qılıncla igid İskəndər qaldırdı dünyada qanlı bir məşər. İki əl qan tökər, çalışar durmaz, bir əldə bir qılınc kəsərli almaz. Ağzında sanki bir aslan ot saçır, aslan qarşısından madyanlar qaçır. Daraya dedilər bu qızmış aslan, çox adlı igidi saldı atından. Orduya əmr ver, dolaraq kinə, hər yandan yürüşlə axın etsin üstünə. Bu fikri Darada gördü məsləhət, ordular dənizsə etsin hərəkət. Hamısı sel kimi bir səmtə axsın, İskəndər üstünə cilov buraxsın. Deməli, İskəndər döyüşdə qabağına keçəni qırıb batırır və bunu gəlib Daraya deyirlər. Və məsləhət eləyirlər ki, ordu sel kimi İskəndər tərəfə hücum eləsin, onu mühasirəyə alsın. Daranın əmri ilə ordu yerdən qaynayıb irəli atıldı birdən. Cilovlar parladı edərkən əmlə, qılınca sarıldı iki əli ilə. İskəndər gölüncə elə divanı, atdı düşmən kimi şərmə həyanı. Əmr etdi yerindən tərpənsin dəniz, hər kəs öz canını tutmasın əziz. Düşmənin yolunu tutsun hər yandan, keçirsin qılıncdan verməsin aman. Qarınca cibin tək qaynadı meydan, girdi bir-birinə hər iki cahan. İskəndər isə haman qorxulu anda bir kökü tək möhkəm durdu meydanda. Həmlədən həmləyə keçirdi ordu, su deyil sanki qan içirdi ordu. Daranın, burada qan yerinə su axır ümumiyyətlə. Aləm dəyib bir-birinə. İskəndər dedi ki, yerinizdən tərpənməyin, heç kim öz canını əziz tutmasın, siz də hücum eləyin. Və böyük bir xaos var. Və bu zamanda Daranın iki baş sərdarı vardı. Üzdə dost, ürəkdən çox kin tutardı. Daranın kindən yorulmuşdular. Ortada bir ürək incikliyi var. Şahı öldürmək üçün oldular əlbir, kinlə oturub tökdülər tədbir. Bəzəmək istərkən qanlı bir bazar, gedib İskəndərə sığındı onlar. Deməli, Daranın iki dənə sərdarı var və bunlar Dara ilə çox yaxındılar. Amma üzdə dostdular, amma içlərindən Daraya qarşı kinləri pik həddədir, necə ki, müasir dövrdəki dostlarınız kimi. Və onlar gəlirlər İskəndərin yanına. Daranın bizə çox etimadı var, tək bizə inanır qoca tacirlər. Zülmündən yanaraq etmişik tədbir, öldürmək fikrində olmuşuq əlbir. Ancaq sən doğru qal bu şərtimizə, xəzinə ağzını geniş aç bizə. Deməli, gəlirlər Daran bu iki əskəri İskəndərə deyirlər ki, biz onun əlindən bezmişik və belə bir tədbir eləmişik ki, onu öldürmək fikrindəyik. Amma bir şərtimiz var ki, sən bizə qızıl, gümüş, nə istəyirik verəsən də. Qulluğumuz üçün qızıl saçarsan. Bu iki xainə Rumlu hökmran söz verdi, söz verir. Onlarla bağladı peyman. Söz verdi, peyman bağladı, amma neynir İskəndər bunlara inanmır. Lakin inanmadı buna İskəndər, Daranı öldürə bilsin xainlər. Ancaq düşmənindən qurtulmaq üçün hər kəs üçün çarə aramaq mümkün. Bu zülmü ədalət gördü hökmran, gəldi xatirinə köhnə bir dastan.
Dovşanın hər bir yerin məsəl var, yenə də o yerin tazısı tutar. Yəni bu da kimə aiddir? Darıya aiddir ki, yəni Daranı ancaq öz yurdunun adamları məğlub eləyə bilər. Belə dostlar, İqbalnamənin də inşallah video çəkib sizinlə paylaşarıq. Sağ olun, sağlıqla qalın.